İlahi, sənin kəramətli olan zatının nuruna sığınıram. Gözəl və qədimsən, uca və əzəmətlisən, alisən, rəhimsən, zatı dəyişilməzsən. Sən izzət və hikmət sahibisən. Səndən başqa məbud yoxdur, sənsən hikmət sahibi olan Allah. Muhammed və Ali Muhammedə sığınıram. Onlara salam və salavatın olsun. Ulul əzm olan peyğəmbərlərə sığınıram. Sənin salamın onların hamısına olsun. İlahi, sənin kəramətli, əzəmətli, ulu zatının nuruna sığınıram. İlahi, Kəbəyə sığınıram. 7 məsaniyə, əzəmətli Qurana sığınıram. Sənin yanında bütün xəlq arasında hörməti olanlara sığınıram. İlahi, səndən Peyğəmbər əhl-i beytini, salamın ona və ailəsinə olsun. Övliya olanları, onların yaxınlarını, onlara əta etdiyin və minnət qoyduğun hər şeyi, bütün pisliklərdən və bəlalardan sağ ikən və ölümdən sonra qorumağını istəyirəm. Bağışlayan və mehriban Allahın adı ilə. De, o Allah birdir. Allah ehtiyacsızdır. Doğmayıb və doğulmayıb və onun tayı bərabəri yoxdur. Bağışlayan və mehriban Allahın adı ilə. De, o Allah birdir. Allah ehtiyacsızdır. Doğmayıb və doğulmayıb və onun tayı bərabəri yoxdur. Bağışlayan və mehriban Allahın adı ilə. De, o Allah birdir. Allah ehtiyacsızdır. Doğmayıb və doğulmayıb və onun tayı bərabəri yoxdur. Bizim Allahımız belədir. Allah bizim Rəbbimizdir. Allah bizim Rəbbimizdir. O hər şeydən ucadır. Allah peyğəmbərlər və təqva sahibləri üçün çox möhkəm sığınacaq yeridir. Allah ona sığınana hər şeydən kifayət edər. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Onun salam və salavatı sonuncu peyğəmbər olsun. Amin. Amin. Amin.